Salam, hər vaxtınız xeyir olsun. Mən Şəfəq müəllimə bugün təbiət suallarının izahına baxırıq. Sual 1. İnsanın hansı orqanlar sistemi dünya hörümçək torunu xatırladır? Təbii ki, bu sinir sistemi olacaq. Çünki sinir sistemi ətraf mühitdə baş verən dəyişikliklərə qarşı cavab reaksiyası verir və insan orqanizminin ətraf mühitdəki qıcıqlara qarşı tənzimləyir. Sxema əsasən səhv variantı seçin. Dumanlı hava. Duman da qazdır, hava da qazdır. Tozlu hava. Tozlu, bərk, hava qazdır. Duzlu su. Duz, bərk, su isə mayedir. Palçıqlı su, palçıq, bərk, su isə maye olmalı idi. Ona görə C variantı yanlışdır. Aşağıdakılardan hansı istilik elektrik stansiyası, külək turbinləri, su elektrik stansiyaları üçün ortaqdır? Su anbarlarına ehtiyac, külək turbinləri üçün bu ehtiyac deyil. Turbin mexanizminin olması hər üçü üçündə uyğundur. Yanacaq yandırılması, məsəl üçün külək turbinlərində ehtiyac deyildir. Günəş şüasından istifadə isə nə istilik elektrik stansiyası, nə külək turbinləri, nə də su elektrik stansiyaları üçün uyğun deyildir. Bərabər sürətlə hərəkət edən eyni kütləli maşınlara A və B halındakı kimi qüvvə tətbiq edilsə, onun sürəti necə dəyişər? Baxaq. Deməli, hərəkət istiqaməti sol istiqamətdədir. Hərəkət istiqaməti maşının sağ istiqamətdədir. A maşınına təsir edən qüvvə hərəkətin əksi istiqamətindədir. B maşınına təsir edən qüvvə isə maşının hərəkəti istiqamətindədir. Demək ki, A maşınına öz hərəkətinin əksi istiqamətində qüvvə təsir etdiyinə görə onun hərəkət sürəti azalar, amma B halında isə hərəkət sürətindən eyni istiqamətdə qüvvə tətbiq etdiyinə görə maşının sürəti artar. Yəni cavabımız B variantı olar. 5-ci sual. Çəkisi 60 kiloqram olan bir astronavt müxtəlif zamanlarda yerdə, ayda və Marsda olmuşdur. Bununla bağlı aşağıdakı fikirlərdən hansı səhvdir? Yer, ay, Mars üçün J sabitinin qiyməti 10 Newton bölünsün kiloqram, ay üçün 1,6 Newton bölünsün kiloqram, Mars üçün isə 4 Newton bölünsün kiloqrama bərabərdir. Gəlin elə biz yer üçün, ay üçün, Mars üçün ağırlıq qüvvələrini tapaq. F yer bərabərdir. M vurulsun J-dən. M-in qiyməti 60 kiloqram, yer üçün J sabitinin qiyməti 10 Newton bölünsün kiloqramdır. Bərabərdir 600 Newton. F ay bərabərdir. M vurulsun J-dən. M-miz 60 kiloqram. J-mizin qiyməti 1,6 Newton bölünsün kiloqram. Kiloqramlar ixtisar gedər. 96 Newton. Sonra F Mars bərabərdir. M vurulsun J-dən. M-imiz olacaq 60 kiloqram. J sabitinin qiyməti Mars üçün 4 Newton bölünsün kiloqram. O da bərabərdir 240 Newtona bərabərdir. İndi baxaq. Yerdə astronavtla təsir edən ağırlıq qüvvəsi Marsdakından 2,5 dəfə çoxdur. Yerə baxırıq ki, 600 Newtondur. Sonra təsir edən ağırlıq qüvvəsi Marsda isə 240 Newtondur. Və bunlar ixtisar getdikdə doğrudan da 2,5 dəfə çox olmuş olur. Aya baxıram 96, Marsa baxıram 240. Doğrudan da 240 Newtonu 96 Newtona böldükdə və aydakı təsir edən ağırlıq qüvvəsi Marsdan 2,5 dəfə çox olduğunu, daha doğrusu ayda 2,5 dəfə az olduğunu tapırıq. Yerdə astronavtda təsir edən ağırlıq qüvvəsi aydakından 6,25 dəfə çoxdur. Yerdə nə qədər tapmışdıq? 600 Newton. Bəs ayda nə qədər tapmışdıq? 96 Newton. Newtonlar ixtisar gedər, 6,25 dəfə doğrudan da çox olmuş olar. Yadınızda saxlayın ki, astronavtın kütləsi nə ayda, nə yerdə, nə Marsda dəyişməyəcək. Kütlə olduğu kimi 60 kiloqrama bərabər olacaq. 6. Uşaqlardan hansının fikri səhvdir? Şəkildən görürük ki, hava aparıcı yollar göstərilmişdir. X, Y, Z, K, T ilə isə işarələr verilmişdir. Ayan deyir ki, T-də qazlar mübadiləsi gedir. Bəli, T-də alveollar göstərilmiş. Alveollarda kapilyarlar arasında qazlar mübadiləsi baş verir. Alveollardakı oksigen kapilyardakı qana keçir. Qandakı karbon qazı isə alveolun daxilinə keçərək orqanizmdən ağciyər və burun boşluğu vasitəsilə kənarlaşdırılır. Zaur, K və X cüt orqanlardır deyir. Baxırıq. K-mız bronxlardır.
X-imiz isə ağciyərlərdir. Doğrudan da onlar cüt orqanlardır. Dilarə, Z traxeya adlanır. Z-ə baxırıq ki, hal-hazırda bronxiyollar göstərilmişdir. Amma Z-ə traxeya dediyinə görə C variantı yanlışdır. Rəvan deyir ki, hava aparıcı yollar burun boşluğu ilə başlayır. Fikri də doğrudur. Deməli, yanlış cavabımız C variantıdır. Ayxanın əlindəki alüminium kuboidin tərəflərinin uzunluğu 5 sm, 2 sm, 2 sm-dir. O əlindəki kuboidi tərəziyə qoyarsa, hansı daşla tərəzinin tarazlığa gətirə bilər? Biz həcmi tapmaq üçün n vurulsun uzunluq vurulsun hündürlük bərabərdir. N 5 sm vurulsun 2 sm vurulsun 2 sm bərabərdir. Həcmi tapırıq ki, 20 kub santimetrə bərabərdir. Deməli, alüminium kuboidin həcmi 20 kub santimetrə bərabərdir. Rho bərabərdir. M bölünsün V düsturundan. M-i tapsaq, Rho-nu vurarıq V-yə. Rho-muzun qiyməti verilmişdir. Yazıram. M bərabərdir. Rho vurulsun V düsturundan. Rho-nun alüminium üçün qiyməti 2,7 qram bölünsün kub santimetrə bərabərdir. Vurulsun. V-nin həcmini də tapmışdıq biz, hansı ki alüminiumun həcmi 20 kub santimetrə bərabər idi. Kub santimetrlər ixtisar gedər. 20-ni 2,7-yə vurduqda 54 qram edər. Və tərəzini tarazlığa gətirə bilər deyirsə, deməli 54 qram alüminium burada varsa, tərəzi daşlarından da 54 qramlığı götürək ki, tərəzi tarazlığa gəlsin. Sual 7. Şəklə əsasən uyğunluğu müəyyən edin. Baxırıq ki, birinci şəkildə kürə, ikinci şəkildə çöp, üçüncü şəkildə isə spiral göstərilmişdir. Yəni ki, kok, çöpə deyilir basil, spiral şəkilliyə isə spirilla deyilir. Cavabımız olacaq B variantı. Şəkildə göstərilən xəstəlik haqqında yanlış fikri tapın. Biz şəkilə baxdıqda görürük ki, damar divarının yağa bənzər maddələrlə tutulması halı göstərilmişdir ki, bu kimi problemlərdə orqanlar oksigen və tam olaraq qida maddələri ilə yaxşı qidalandırıla bilmədiyinə görə həmin orqanlarda zəifləmə prosesi gedir. Məsəl üçün, ürəyin tac damarları əgər yağa bənzər maddələrlə tutularsa, ürəyə lazımi miqdarda oksigen, qida maddələri gətirilə bilmədiyinə görə ürək öz fəaliyyətini get-gedə itirə bilər. Bu hal ateroskleroz adlanır, doğrudur. Bu aritmiya xəstəliyidir, fikri yanlışdır. Qan hüceyrələri və qidalı maddələr rahat keçə bilmir, fikri doğrudur. Bu hal baş verərsə həkimlər damara stent adlanan cihaz taxırlar. Bəli, stent adlı cihaz paslanmaz metaldan təşkil olunmuşdur. Damarın içərisinə yeridilir və damarın divarını genişləndirərək oradan rahat şəkildə qanın axmasını təmin edir ki, bu da lazım olan orqanlara lazım olan oksigen və qida maddələrini rahat şəkildə çatdırmaq deməkdir. Aşağıdakı orqanizmi təşkil edən quruluş səviyyələri verilib. Şəkildə hansı səviyyə göstərilməyibdir? Gördüyünüz kimi birinci şəkildə hüceyrədir, sonra toxumadır, sonra orqanlar sistemi verilmişdir və bütöv orqanizm verilmişdir. Hüceyrə var, toxuma var, orqanlar sistemi var. Baxın, qan damar sistemi, qan dövranı sistemi verilmişdir. Hal-hazırda siz ürəyi görürsünüz, şəkildə damarları görürsünüz, kapilyarları, venaları, arteriyaları hamısı görünür. Amma burada orqan yoxdur. 11-ci sual uyğunluğu müəyyən edin. Birinci şəkildə sürünənlərin nümayəndəsi olan timsah, ikinci şəkildə quşların nümayəndəsi olan göyərçin, üçüncü şəkildə isə balıqlar göstərilmişdir. A. Qəsəmələrlə tənəffüs edir fikri balıqlara aiddir. Dəri şəkilli qabıqla örtülmüş yumurta qoymaqla çoxalır fikri sürünənlərə aiddir. Sərt qabığı olan yumurta qoymaqla çoxalır fikri göyərçinlərə aiddir. Kürü tökməklə çoxalır balıqlara aiddir. Bədən lələklərlə örtülüdür, quşlara aiddir. Quru və su keçirməz pulcuqlu dəri təbii ki, sürünənlərə aiddir. Üzgəçləri var, balıqlara aiddir. Dişləri olmur, lakin dimdiyi var, quşlara aiddir. Üzgəcləri var dedik, dişləri olmur, lakin dimdiyi var, aid oldu göyərçinə. Suda yaşayır, amma yumurtalarını quruya qoyur deyirsə, bu timsaha aid olacaq. B, F, I, 2, C, E, H,
3. A, D, C. Cavabımız A variantı olacaq. Şəklə əsasən yanlış bəndi seçin. A-da bərk maddə göstərilmişdir. B-də maye. C-də isə qaz göstərilmişdir. A halında maddənin sabit həcmi və kütləsi var fikri doğrudur. B halındakı maddə olduğu qabın formasını alır. Bəli. Məsələn, müxtəlif formalı qablar götürsək, içinə eyni suyu töksək, hər dəfə baxacağıq ki, qabın formasını almış olur. C halındakı maddə sıxıla bilir fikri doğrudur. Qazlar sıxıla bilir. Məsəl üçün, tutaq ki, biz onu şpirisin içərisinə doldursaq, porşeni sıxdıqda, yəni təbii ki, əlimizlə uc hissəsini tutmalıyıq. Bu zaman porşen sıxıla bilir. Çünki qazların sıxıla biləndir. Vahid həcmi yoxdur. B halındakı maddənin sabit həcmi yoxdur fikri yanlışdır. Mayələrin sabit həcmi var, amma sabit forması yoxdur. Hər hansı bir qaba tökdükdə onun formasını almış olur. 13-cü sual. Fiziki hadisə, kimyəvi hadisə. Donma fiziki hadisədir. Yanma kimyəvi hadisədir. Qıcqırma kimyəvi hadisədir. Sınma fiziki hadisədir. Kondensasiya fiziki hadisədir. Paslanma kimyəvi hadisədir. 1. A, D, Y, 2. B, burada olmalıydı C, sonra isə F, yəni cavabımız A variantıdır. Baxaq görək digər variantlarda. Bəli, cavab A variantıdır. X hansı qarışıq ola bilər? Təbii ki, burada çınqıl və qumun qarışığıdır və yaxud da ki, daş və qumun qarışığıdır deməliyik. Baxırıq cavab variantlarına. Cavabımız da qum və çınqıl qarışığının ayrılma üsuludur. Şəklə əsasən daşın hərəkəti ilə bağlı doğru fikri seçin. Dağın başında daşın kinetik enerjisi maksimumdur. Fikri yanlışdır. Çünki dağın başında hündürlük olduğuna görə hündürlükdə olan daşın potensial enerjisi çoxdur. Daş aşağı endikcə potensial enerji kinetik enerjiyə çevrilir fikri doğrudur. Daş hərəkət etdikcə həm potensial, həm də kinetik enerji artır fikri yanlışdır. Potensial azalmalı, kinetik artmalıydı. Daş dağın ətəyinə çatanda potensial enerji maksimum olur. Sıfıra bərabər olur desə daha yaxşı olardı. Sonra keçək 16-cı suala. Qida zəncirinə əsasən səhv variantı tapın. Baxırıq ki, günəş enerjisi bitki istifadə edir, bitki produsentdir, bitki ilə qidalanır siçan, siçanla qidalanır ilan, ilanla qidalanır qartal. Qartalların sayı artarsa, baxın, qartalların sayı artarsa, təbii ki, qartalın sayı çox olacaq. Nəticədə ilanları çoxlu-çoxlu yeyəcək və bu zamanda qartalların sayı artarsa, siçanların da sayı artacaq. İlan azaldığına görə siçan az yeyiləcək və siçanın sayı artacaq. Deməli, bu fikir doğrudur. Doğru. Sonra keçək növbəti B variantına. B-də deyir ki, ilanların sayı artarsa, bu dəfə ilanın sayını artırıram. Siçanların sayı azalacaq. Bu fikir də doğrudur. Aha, baxacağıq ki, axıra qədər variantlar doğrudur. İlanların sayının azalması, gəlin baxaq. Baxaq, ilanların sayının azalması bitkilərin sayının azalmasına səbəb ola bilər. Gəlin görək doğrudurmu? İlan sayı artanda çoxlu-çoxlu siçanları yeyib ilanların sayı azalarsa, yəni siçanlarla qidalana bilmədiyinə görə, sayı az olduğuna görə siçanların sayı kəskin artacaq. Siçanların sayının artması isə bitkilərə daha çox məhvedici təsir göstərəcək. Ona görə də bitkilərin sayı azalmış olacaq. Bu fikir də doğrudur. Bitkilər məhv olarsa qida zənciri dağıla bilər. Əlbəttə ki, produsentlər olmadıqda qida zənciri də dağıla bilər. Bu fikir də doğrudur. Demək olar ki, 4 variantın 4-ü də doğrudur. Tokioda səhər saatları idi. İnsanlar tələsik metroya doğru addımlayır, maşınlar isə işıqforda dayanıb gözləyirdi. Heç kim fərqində deyildi ki, ayaqlarının altında xüsusi döşəmələr var. Bir uşaq səkidə hoppana-hoppana yeriyəndə yaxınlıqdakı küçə lampası biraz da parlaq yandı. Maşınlar işıqforda dayananda yolun altındakı qurğu yüngülcə sıxıldı və enerjini topladı. Bu şəhərdə addımlar və maşınların çəkisi boşa getmirdi. Hər hərəkət enerji yaradırdı. Yaponiyada səkilərə və yollara qurlaşdırılan qurğuların işləməsi zamanı hansı enerji çevrilməsi baş verir? Təbii ki, mexaniki enerji elektrik enerjiyə çevrilir. Seismoqramın göstərdiyi şkalaya əsasən baş vermiş zəlzələnin gücü haqqındakı aşağıdakı fikirlərdən hansı doğrudur? Bir nömrəli dalğa, pəncərələr sirkələnir və sınır. 5 bal. Bu səhvdir.
2 nömrəli dalğa heç bir titrəyiş hiss olunmur. Bu fikir yanlışdır, çünki ən azından 1 nömrəlidə deyirdisə ki, 5 bal baş verir. Deməli ki, ümumiyyətlə 2 nömrəli dalğada daha çox baş verməli idi. 3 nömrəli dalğa daha güclü, şiddətli zəlzələ deməkdir. Binalar çökür, ciddi dağıntılar və ölüm halları baş verir fikri doğrudur. D variantımız da yanlış olacaq. Aşağıdakı hidrogen və oksigen molekullarından neçə su molekulu düzəltmək olar? Hansı atomdan və nə qədər artıq qalar? Biz bilirik ki, suyun tərkibində 1 oksigen, 2 dənə də hidrogen atomuna rast gəlinir. Yəni 1 oksigen varsa 2 dənə də hidrogenə rast gəlinir. Aha, baxırıq. 2 hidrogen, 1 oksigen getdi. Sonra 2 hidrogen, 1 oksigen, bu da getdi. 2 hidrogen, 1 oksigen, bu da getdi. Deməli, nə artıq qaldı? Bir dənə oksigen atomu artıq qaldı. Turşu yağışları nəticəsinə əsasən suxurlarda aşınma baş verə bilər. 3 cür aşınma var: kimyəvi, fiziki, bioloji aşınma. Təbii ki, burada kimyəvi aşınma baş verəcək. Niyə? Çünki suxurlara suyun, oksigen, karbon qazının daxil olması nəticəsində kimyəvi aşınma prosesi baş vermiş olacaq. Görüntüyə diqqət yetirin. Əgər biz dövrəyə üçüncü bir lampanı da digərlərinə paralel şəkildə əlavə etsək, mövcud lampaların parlaqlığı necə dəyişər? Azalar, çünki enerji 3 yerə bölünür fikri ardıcıl qoşulmaya aiddir. Artar, çünki dövrə böyüyür fikri yanlışdır. Dəyişməz, çünki paralel qollarda hər lampa müstəqil qidalanır fikri doğrudur. Hansı hissələr havada olan zərrəciklər arasındakı məsafənin minimum olduğunu göstərir? Baxın, sıxlaşma, seyrəkləşmə, sıxlaşma, seyrəkləşmə, sıxlaşma, seyrəkləşmə şəklində kometolun qollarının titrəməsi havada zərrəciklərin sıxlaşması və seyrəkləşməsi nəticəsində təbil pərdəsinin yaxınlığındakı zərrəciklərə toqquşur və nəticədə biz onu eşidirik səsini. Və bizə də havadakı zərrəciklər arasındakı məsafənin minimum olduğu halı göstər deyirsə, deməli sıxlaşmaları götürəcəyik. 1, 3, 5, 7 və 9. 1, 3, 5, 7 və 9 cavabımız C variantıdır. Uyğunluğu müəyyən edin. İki tavanın bir-birindən uzaqlaşması. Təbii ki, iki tavanın bir-birindən uzaqlaşması aid olacaq ikinciyə. Baxın, oxların istiqamətinə bir-birindən uzaqlaşır. İki tavanın toqquşması, baxın, tavaların istiqamətinə toqquşma burada yaranır. İki tavanın bir-birinə yanaşı sürüşməsi. C də burada olacaq. 1C, 2A, 3B cavabımız C'dir. Şəkildə göstərildiyi kimi, açıq qapının yuxarı hissəsindəki şamın alovu otaqdan bayıra, aşağıdakı isə otağın daxilinə doğru əyilir. Bunun əsas səbəbi nədir? Bunun əsas səbəbi ondan ibarətdir ki, yadınızda saxlayın. Evdə hava isindikcə isti hava yüngülləşir, zərrəciklər bir-birindən uzaqlaşır və nəticədə yüngül olduğuna görə otağın yüksəkliyinə qalxmış olur və yuxarıdakı soyuq havanı qovaraq aşağı enməsinə səbəb olur. Soyuq hava sıxlaşır, zərrəciklər daha yaxındır, ağır olur və otağın alt hissəsində toplanmış olur. Və ona görə də qapı açıq olduqda yuxarıdakı şam bayıra doğru əsmiş olur. Ona görə ki, isti hava çölə doğru qaçır ki, daha da yuxarıya qalxsın. Və isti hava yuxarı qalxanda soyuq hava otaqda yuxarıya doğru meyl elədiyinə görə çöldən içəriyə doğru soyuq hava daxil olur. Ona görə döşəmədən aşağıdan qoyulmuş şam isə içəriyə doğru əsmiş olur. Yəni 24-də diqqət yetirsək, dediyimiz variant B olar. İsti hava yüngül olduğu üçün yuxarı qalxır və yuxarıdan bayıra axır. Soyuq hava isə ağır olduğu üçün aşağıdan otağa daxil olur fikri doğrudur. Arzu müəllimin tapşırığına əsasən hər hansı bir bitkini təyinat cədvəlinə uyğun olaraq təsnif etməli idi. O, evlərində olan nefrolepis qışısını seçərək təyinat cədvəlini doldurdu. Yoldaşları ilə müzakirə zamanı məlum oldu ki, Arzu bəzi məlumatları düzgün daxil etməyib. O, hansı məlumatları səhv yazmışdır? Təbii ki, nefrolepis qışısının gövdəsi var, yarpağı var, spor əmələ gətirir, toxumu yoxdur. Amma onun çiçəyi də yoxdur. Deməli, bu fikir səhvdir. Kökü var, amma çıx kimi verilibdir. Cavabımız A, E, C variantı olar.